2 gün əvvəl İrəvanda Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşü baş tutdu. Görüşdə iştirak edən Milli Qeyri-Hökumət Təşkilatı Forumunun sədri Ramil İskəndərli bu görüşü tərəflər arasında birbaşa dialoqun formalaşması və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm addım kimi dəyərləndirir. Uzun illər fasilədən sonra tərəflərin ictimaiyyət nümayəndələri arasında keçirilən bu görüş bir sıra detallara görə diqqət çəkir. Məlumdur ki, həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyəti institutları arasında müəyyən təmaslar olub. Bu görüşlər əsasən 3-cü ölkələrin ərazisində baş tuturdu. Lakin bu dəfə vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb danışması sülh gündəmi üçün vacib faktor sayılır. Ən vacib məqamsa ondan ibarətdir ki, bu görüş Vaşinqtonda əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan praktiki addımlardan biridir. Gələcək üçün cəmiyyətlər arasında etimad quruculuğu və qarşılıqlı anlaşma şəraitində birgə təşəbbüslər müzakirə olundu bu görüşdə. Və bu görüş konkret olaraq Azərbaycan və Ermənistan dövlətinin elan etdiyi sülh gündəliyi çərçivəsində keçirildi və bu görüşdə vətəndaş cəmiyyəti bu prosesə paralel olaraq, belə deyək, öz töhfəsini verməyə çalışdı. Tərəflər arasında görüş yalnız fikir mübadiləsi ilə məhdudlaşmayıb, həm də gələcək əməkdaşlıq istiqamətləri üçün konkret addımların müəyyənləşdirilməsi ilə yadda qalıb. Görüş zamanı bir neçə məsələlər müzakirə olundu və bu müzakirələr əsasən iki istiqamətdə getdi. Bir, vətəndaş cəmiyyəti və ölkə tərəflərin cəmiyyətlərində aktual olan məsələlər, məsələn, logistika məsələləri, kommunikasiya, iqtisadi məsələlər, bu sülh gündəliyi məsələləri müzakirə olundu, humanitar məsələlər, sosial məsələlər müzakirə olundu. Amma eyni zamanda məhz vətəndaş cəmiyyəti nümayəndələri arasında gələcək addımlar üçün mexanizmlər, planlar, təklifləri də bir növ işlənildi. Qeyd edək ki, İrəvanda keçirilən görüşdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu görüşü yüksək qiymətləndirib. Ermənistan tərəfinin görüşə verdiyi qiymət əslində bu tip müzakirələrin gələcəkdə intensiv şəkildə davam etməsinə yaşıl işıq yandırmaq deməkdir. Çünki artıq erməni cəmiyyəti də, hökuməti də anlayır ki, sülh olmadan inkişaf etmək mümkün deyil. Fidan Səfər, Nadir Cəlilov, Space xəbər.